15 gündə 10 kilo challenge'ının 8-ci gündən hər birinizi salamlayıram. Axır ki, pəhrizimin ilk bir həftəsini tamamladım və söz verdiyim kimi fərqi sizinlə də bölüşəcəm. Bu bir həftə ərzində tam 4 kilo çəki vermişəm. Düzdür, birinci həftə üçün hədəfim 5 kilo olsa da, məncə 4 kilo da çox əla nəticədir ilk həftəyə görə. Pəhrizimin öncəki pəhrizlərimdən fərqi budur ki, özümü sıxmıram, hansısa menyuya, hansısa diyetoloqa həvalə etmirəm. Evdə olan ərzaqlarla, bədənimin istədiyi qidalarla qidalanıram və tək qaydam budur ki, çörək məmulatlarını, şəkərli məmulatları və şəkərli içkiləri bu 15 gündə qətiyyən istifadə etməmək. Bilirəm ki, yolum uzundur, ona görə də özümə çətin hədəflər qoymadan, özümü çox yormadan, sıxmadan bu pəhrizimi rahat bir şəkildə davam etdirmək istəyirəm. Dəstəyiniz və motivasiyanız üçün təşəkkür edirəm. Növbəti videoda görüşənədək.